İmpuls enerji ilə təkrarımıza davam edək. Cisim impulsu onun kütləsi ilə sürət hədsindən bərabər olan vektorial fiziki kəmiyyətdir. P bərabərdir mv. İstiqaməti həmişə impulsun sürətlə eyni yönəlir. Məsələn, çevrəyə toxunan istiqamətə yönələcək. İmpulsun vahidi kg/m/saniyədir. Qüvvə impulsu isə cismin impulsunun dəyişməsinə bərabərdir. Delta P bərabərdir Ft. Həm də impulsun dəyişməsi olduğundan mv çıx, mv 0. F-lə T-nin yaratdığı fiqurun sahəsi bizə verəcək impulsun dəyişməsini. Əgər başlanğıc sürət 0-dırsa, elə bu sahə bizə verəcək impulsun özünü. Qüvvənin törəməsi, daha doğrusu impulsun törəməsi bizə verir qüvvəni. Vahidi Newton. Deməli, cismin əvvəlki və son impulsları bir düz xətt üzrə eyni istiqamətlidirsə, delta P-ni tapanda, deməli, P2 çıx P1 əks istiqamətlidirsə, delta P, yəni impulsun dəyişməsi P1 üstəgəl P2 olur. Cismin əvvəlki və son impulsları perpendikulyardırsa, delta P bərabərdir kök altda P1 kvadratı üstəgəl P2 kvadratı. Əgər bu impuls vektorları bir-biri ilə bucaq əmələ gətirirsə 90 dərəcədən fərqli, delta P bərabərdir kök altda P1 kvadratı üstəgəl P2 kvadratı çıx 2P1 P2 kosinüs alfa. Cisim səthlə elastik toqquşub geri qayıdırsa, impulsun dəyişməsi olur 2mv. İki cisim x oxu üzrə impulslarının deməli proyeksiyalarını tapmaq üçün bunların proyeksiyaları toplanılır. Yəni sistemin yekun impulsunu tapmaq üçün proyeksiyalar toplanılır. Və ona görə hər ikisi x ox istiqamətində olanda toplanılır. Biri x oxun əksinədirsə çıxılır. Çevrə üzrə hərəkətdə bir tam dövrdə impulsun dəyişməsi 0, yarım periodda, yəni t/2-də 2mv-yə bərabərdir. 4/3 periodda delta P bərabərdir mv kökdə 2, 4/1 periodda delta P bərabərdir mv kök altda 2, 6/1 periodda delta P bərabərdir mv. Deməli, çevrə üzrə hərəkətdə impulsun düsturlarını çıxardaq və sürətin yerinə xətti sürətin düsturlarını yazaq. P bərabərdir m omega r, P bərabərdir 2 p r n vur m, P bərabərdir 2 p r böl t vur m, P bərabərdir 2 p r n m böl t. İmpulsun saxlanma qanunu cismin əvvəlki və son impulsları qapalı sistem təşkil edəndə vektorial cəm 0-a bərabər olmalıdır. M1 və M1 bərabərdir M2 və 2. İki cisim qarşı-qarşıya hərəkət edir və qeyri-elastik toqquşub birlikdə hərəkət edirlərsə, hansı sürətlə hərəkət edirlər nəticədə birlikdə? M1 və 1 istiqamət eynidirsə, M1 və 1 üstəgəl M2 və 2 bölü M1 üstəgəl M2, əksdirsə M1 və 1 çıx M2 və 2 bölü M1 üstəgəl M2. Cismin bir sükunətdədirsə V bərabərdir M1 və 1 böl M1 üstəgəl M2. Cismin hərəkətin nəticəsində malik olduğu enerji kinetik enerji adlanır. Ümumiyyətlə, cismin iş görmə qabiliyyəti enerjidir. İki növü var. Potensial enerji isə qarşılıqlı təsir zamanı yaranır. Kinetik enerji dedik ki, hərəkət zamanı yaranır. Deməli, sürətdən asılıdır. Kinetik bərabərdir mv kvadratı böl 2, p kvadratı böl 2 m və pv böl 2. Çevrə üzrə hərəkətdə fr böl 2. Qapalı sistemdə ümumiyyətlə impuls həmişə sabitdir. Qapalı sistemdə impulsun saxlanma qanunu ödənilir. Ona görə biz şəkildə yaxud məsələnin şərtindən qapalı sistem görürüksə, onda mütləq kinetik enerjinin P olan düsturlarından istifadə etməliyik. Əgər cisim səthlə elastik toqquşub geri qayıdırsa, arada müəyyən bir sinus alfa əmələ gətirirsə, səthlə çəkilmiş perpendikulyarla, bu zaman delta P bərabər olur 2mv sinus alfa. Kinetik enerji sürət sabit olanda sabit olur. Yeniləşən hərəkətdə isə zamandan kvadratik asılıdır. Potensial enerji, potensial bərabərdir mgh, deformasiya olunmuş cisim üçün kx kvadratı böl 2, fx böl 2 və f kvadratı böl 2k. Bir tam dövrdə potensial enerjinin dəyişməsi şaquli müstəvidə çevrə üzrə hərəkətdə 0, t böl 2-də 2mgr, t böl 4-də mgrdir. Tam mexaniki enerji potensial və kinetik enerjilərin cəminə bərabərdir. Burada mg böyük h, yəni h maksimallı deyə bilərik buna, böyük h. mv0 kvadratı böl 2, p0 kvadratı böl 2 və p0 v0 böl 2. Bunlar niyə belə yazılır? Çünki bilirik ki, qapalı sistemdə tam enerji saxlanılır. Deməli, potensial enerji 0 olan vaxt tam enerji yalnız kinetik enerjiyə
Kinetik enerji sıfır olan vaxt tam enerji yalnız potensial enerjiyə